Mən də bir daha hamını salamlayıram. Həqiqətən o sezonun axırında bu gənc oyuncularımıza şans verdiyimə görə çox sevinirəm bugünkü gündə. Bəlkə də Azərbaycan futbolunda gələcək simalar olacaq. Özlərində çox çalışmalılar. Oyuna gəldikdə, ümumi götürəndə uşaqlar döyüşdülər, bacardıqlarını meydançada qoydular. Hər birinə ayrıca təşəkkür edirəm. Və sezonun əvvəlində gəldikdə 6 oyun, 6 məğlubiyyət, ondan sonra komanda götürmək bilirsiniz nə qədər çətin idi. Və 12 transfer olunub, legioner, yerli futbolçular bazarı ümumən yoxdur. Və bunun fonunda komandanı Premier Liqada play-offsuz saxlamaq, bütün futbolçularıma təşəkkür edirəm. Əməyi olan hər bir kəsə, Adil Vəliyevdən tutmuş tam klubda işləyən xadimələrə qədər. Hamısına təşəkkür edirəm.